Hamıya salam, mən Ayxan. Yenə yeni bir videola qarşınızdayım. Samsungun One UI 8 yeniləməsini uzun müddətki səbirsizliklə gözlədiyinizi bilirəm. Samsung bəzi modellərə Android 16 əsaslı One UI 8 yeniləməsini tədricən verməyə başlayıb. One UI 8-də çox böyük dəyişikliklər görünməsə də, çox bəyənəcəyiniz, diqqətinizi çəkəcək yeni möhtəşəm xüsusiyyətlər var. Telefonun dərinliklərinə enəndə əla funksiyalar kəşf etmişəm. Bu yeniləmə həqiqətən də mənim gözləntilərimi qarşıladı. Artıq bu videomda One UI 8-in maraq doğuran, bilinməyən bütün xüsusiyyətlərinə toxunmağa çalışacağam. Belə videoların davamını istəyirsinizsə, kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. Başda qısa bir şəkildə interfeysə toxunsam, One UI 8-in interfeysi One UI 7 ilə demək olar ki, eyni qalır. Deyirəm də, interfeys və dizaynda çox böyük dəyişiklik yoxdur. Amma bir şey fərq etdim ki, tətbiqlər arasında keçidlər çox daha aydın və hamar olub. Proqramların daxilində də vəziyyət daha yaxşı hala gəlib. Bu tətbiqlər arası keçidlərin nə qədər hamar olduğunu açıq-aydın hiss edirsən. Menyu keçidlərində çox fərq yoxdur. Hamarlıq demək olar ki, eyni qalır. İndi interfeysdən qısa danışsaq, yeni gələn və təkmilləşdirilmiş xüsusiyyətlərə də biraz toxunmaq lazımdır. Göstərəcəyim xüsusiyyət əvvəlki One UI versiyalarında da var idi. Amma buradakı problemləri daha aradan qaldırılmış və təkmilləşdirilmiş versiyadan danışacağıq. İlk olaraq bundan danışaq. Samsung qalereyasında gizli bir funksiyamız var və onunla biz şəkilləri və videoları gizlədə bilərik. Amma kilidlədiyimiz bu şəkil və videolar əvvəlki versiyalarda kilidli olsa da faylların hissəsindən görünür, hətta bəzi tətbiqlərdən də tam olaraq açıq şəkildə görünə bilirdi. Samsung indi bu hissəni təkmilləşdirib və istədiyimiz şəkil və videonu rahatlıqla bu albomda kilidləyə və gizlədə biləcəyik. Həm də bu şəkil və videoları demək olar ki, heç yerdən daxil olmaq mümkün olmayacaq. Əlbəttə ki, kilidi açmadıqca. Siz də şəkil və videolarınızı gizlətmək istəyirsinizsə, telefonunuzdan qaleriyanı açıb, daha sonra menyu hissəsinə klik etməlisiniz. Ayarlara girib qalereya haqqında və qalereya versiyasına ardıcıl olaraq bir neçə dəfə basmaq lazımdır. Xüsusi qalereya hissəmiz aktiv olduqdan sonra burada bir dəfə geri qayıdıram və siz burada Gallery Labs adlı yeni bir tabın açıldığını görürsünüz. Qaleriya ayarlarımızın ən sonunda bu taba klik edirik və buradan özəl albom hissəsini aktiv etmək lazımdır. Xüsusiyyət tam işləsin deyə qaleriyanı tam bağlayıb yenidən açmaq lazımdır. Bu iş etdikdən sonra siz menyuya klikləsəz və özəl albom hissəsini burada görmüş olacaqsınız. Və orada telefonun pin kodunu daxil edib və ya əgər barmaq izi istifadə edirsinizsə, barmaq izinizlə giriş edib asanlıqla ora atdığınız şəkil və videoları görə biləcəksiniz. Mən şəkil və video əlavə etmədiyim üçün təbii ki, heç nə görünmür. Gəlin bura bir və şəkil və video əlavə edək və görək necə olur. Qaleriyadan son çəkdiyim şəkillərdən birini seçeyim. Burada əlbəttə istədiyimiz şəkil və videonu gizlədə bilərsiniz. Mən daha təsirli olması üçün belə göstərirəm. Daha çox hissəsinə klikləyirəm. Private album deyirəm. Yeni şəkillərimi gizləmiş oluram. Buradan menyuya girirəm. Private album deyirəm. Barmaq izimi daxil edirəm və gizlətdiyim bütün şəkillər buradadır. Yəni burada başqaları onları görə bilməyəcək. Samsung One UI 8 ilə RAM artırma funksiyasına da biraz əl gəzdirib. Əvvəllər telefonunuzun RAM-ı nə qədər olsa da, maksimum sabit RAM dəyərini seçə bilirdik. İndi isə telefonunuzun RAM-ı nə qədərdirsə, o qədər RAM seçə bilərsiniz. Bunun üçün telefonumdan ayarları açıram, daha sonra cihaz baxma hissəsinə keçid edirəm. Gördüyünüz kimi adi halda telefonumun RAM-ı 8 GB-dır. Burada yaddaş hissəsini toxunuram və oradan RAM Plus, yəni virtual RAM hissəsini açıram. One UI 7 versiyasında telefonumun RAM-ı 8 GB olsa da, burada virtual RAM miqdarını maksimum 6 GB olaraq seçə bilirdim. İndi telefonumun RAM-ı 8 olduğuna görə buradan artıq 8 GB-lıq seçimi edə bilirəm. Əgər istifadə etdiyim telefonun RAM-ı 16 GB olsaydı, əlavə 16 GB RAM da seçə bilərdim. Təbii ki, burada hansı virtual RAM miqdarını seçsən, daxili yaddaşın da o qədər sahə RAM üçün ayrılacaq. Virtual RAM miqdarı təbii ki, bizim daxili yaddaşdan ayrılır. Bunu həmişə nəzərə almaq lazımdır. Virtual RAM miqdarını artırmaq üçün buranı açıram, buradan 8-i seçirəm, tamam deyirəm və telefonu yenidən başlatmaq lazımdır. İndi ümumi virtual RAM 8 GB oldu. Əgər istifadə etdiyiniz telefonun RAM-ı çatışmırsa, buradan ən yüksək virtual RAM dəyərini seçə bilərsən. Arxa planda əgər çoxlu proqram açırsınızsa,
ya da internet brauzerində çoxlu tablarınız açıqdırsa, ya da mənim kimi çox RAM sərf edən proqramlarla işləyirsinizsə, RAM klası artırmaq daha yaxşı olar. Mənim kimi telefonda daima fon şəkli dəyişirsinizsə və telefonda müxtəlif fon şəkillərindən istifadə etməyi xoşlayırsınızsa, Samsung telefonlarımıza One UI 8 ilə birlikdə dinamik fon şəkli adlandırdığımız çox gözəl yeni bir xüsusiyyət əlavə olunub. Bu yeni dinamik fon şəkli xüsusiyyətini də istifadə edə bilməyiniz üçün telefonunuzun əsas ekranına uzun müddət basıb saxlayırsınız. Oradan divar kağızı və stillər seçiminə keçid edərək, divar kağızlarını dəyiş düyməsinə basıb, sonra rənglər bölməsinə keçid edirik. Rənglərdə dinamik adında iki seçim görürsünüz. Deyək ki, dinamik divar kağızını həm kilit ekranına, həm də əsas ekrana tətbiq etmək istəyirəm. Sonra son deyib, oradan bittiyə basırıq. Bəli, qarşımıza sadə divar kağızı çıxdı. Bu dinamik divar kağızının xüsusiyyəti nədir desən, əslində buradakı divar kağızının rəngi gün ərzində dəyişir. Yəni dinamik şəkildə dəyişir. Həmişə burada eyni rəngi görmürsən. Daim eyni rəng olan divar kağızlarının yerinə fərqli rənglərə keçməsi məncə maraqlı addımdır. Daim rəngarəng divar kağızları axtarmaqdansa, divar kağızının bu qələmun kimi rəng dəyişdirməsi məncə müəyyən qədər bezdiriciliyi aradan qaldıracaq. Samsung telefon istifadə edib Good Luck tətbiqini işlətməyən məncə yoxdur. İndi isə yalnız One UI 8 ilə işlədə biləcəyimiz yeni Good Luck xüsusiyyətləri əlavə olunub ki, biz onlara nəzər yetirəcəyik. Telefonumdan Good Luck tətbiqini açıram. Tətbiq dəyişmə animasiyalarını sürətləndirmək üçün Home App moduluna yeni bir əlavələr edilib. Home App'a klikləyirik. Gesture Settings'i aktivləşdirirəm və ora girirəm. Append Animation hissəsini aktiv edirəm və onun içərisinə daxil oluram. Bu hissəni ən sona çəkirəm, yəni sürəti sıfıra qoyuram. Tətbiqi açıram və gördüyünüz kimi tətbiqlərin açılıb bağlanması çox yavaşdır. İndi bunu biraz da sürətləndirəcəm. Slow hissəsinə gətirirəm və tətbiqi gəlin yenidən açmağı yoxlayaq. Məncə əvvəlkindən biraz daha sürətlidir. İndi isə ən sona çəkib ən sürətli vəziyyətə gətirirəm. Tətbiqi bastığım kimi gördüyünüz kimi dərhal açılır. Keçidlər həqiqətən çox sürətli alınır. Nəzarət etmək də mümkün deyil. Tətbiq çox dərhal açılır və insan bilmir necə olur. Bu hər tətbiq üçün də keçərlidir. Çox sürətli olduğu üçün nəzarət etmək olmur. Əgər belə şak dərhal açılmasını istəmirsinizsə, bu hissəni biraz azalda bilərsiniz. Amma məncə sürətli olması da bəzən işə yaraya bilər. Apple bilirsiniz, iOS 26 ilə birlikdə yeni dizayn dili olan Liquid Glass-a keçid etmişdi. İndi One UI 8 ilə birlikdə Androidin azadlığından istifadə edərək siz də Samsung telefonunuzu Liquid Glass dizaynını tətbiq edə bilərsiniz. Bu yenidir. Gələn xüsusiyyətdə belədir ki, Good Luck-da olduğu üçün Theme Park moduluna daxil oluram. Buradan ikonlar hissəsinə keçid edirəm və Create New deyirəm. Buradan effekt hissəsini yuxarı çəkirəm və qarşımızda gördüyümüz kimi Glass adlı bir seçim var. Ona klik edirik. İkonlarımız gördüyümüz kimi şəffaf oldu. Buradan yenə başqa ayarlar da var. İstəsəniz onları da istifadə edə bilərsiniz. Lazımi tənzimləmələri etdim və burada da qeyd et düyməsinə bastım. İkonumu qeyd etdikdən sonra üstünə klikləyirəm. Gördüyünüz kimi ikonlarımız Apple-dakı kimi şəffafdır. Apple-dakına oxşar dizayna bənzəyir. Yəni şəffaf maye halına gəlib. Bu şəffaflığın dərəcəsini də təbii ki, tənzimləyə bilərsiniz. Gördüyünüz kimi çox gözəl və əyləncəli animasiyalar var. Bu One UI 8-ə əlavə olunub. Uşaqlar, bundan əlavə Good Luck-ın Lookstar moduluna barmaq izi əlavə edə biləcəyimiz çox gözəl animasiyalar gəlib. Good Luck-a daxil olduqdan sonra Lookstar modulunu açırıq. Əgər telefonunda barmaq izi aktiv etmisənsə, burada barmaq izi simvolunu avtomatik görəcəksən. Ona toxunuruq və telefonun barmaq izini açanda bizi necə bir animasiya qarşılamağını buradan seçə biləcəyik. Gördüyünüz kimi çox gözəl animasiyalar var. Mən bunu qoyuram. Bitdi deyirəm. İndi telefonu barmaq izi ilə açanda qarşımıza belə gözəl animasiyalar çıxacaq. Good Luck Lockstar moduluna gələn bu yeni funksiyanı istifadə etmək istəyirsinizsə əgər, One UI 8 yüklü Samsung telefonunuz olmalıdır. Yoxsa bu barmaq izi animasiyalarını əlavə edə bilməyəcəksiniz. Kilit ekranındakı saat üçün də yeni maraqlı özəllik gəlib. Onu da göstərəcəm. Saatımı taxıram və gəlin saata toxunaq. Burada ikinci seçimi edirəm, yəni yeni gələn saat stilimizi seçirəm. Ona əslində dinamik ekran saatı da deyə bilərəm. Saatı sağa çəkəndə sağa doğru hərəkət edir, yəni elementi istədiyimiz yerə rahatlıqla yerləşdirə bilirik. Eyni şey sola çəkəndə də keçərlidir.
Bu dəfə saatımız sola hərəkət edir. Həmçinin hər ekrana obyektiv bir ekran fotosu əlavə etsək, o zaman saat özünü həmin fotoya uyğunlaşdıracaq. Yəni şəklin ortasında qoymaq yerinə obyektin sağına, soluna, üstünə, aşağısına, yəni istədiyiniz yerinə, hətta şəkilə uyğunlaşdırmaq yolu ilə də daha asan şəkildə qoya bilərsiniz. Məncə çox əla bir özəllikdir. Saat da elə bil ki, hərəkət eləyir və obyektə uyğunlaşır. Deməli, Samsungda fayl paylaşmaq üçün istifadə etdiyimiz Quick Share funksiyası artıq yaxşıca yenilənib. Düzü, çox rahat və çox xoşuma gəldi. Bu funksiyanı dərhal sizə göstərmək istəyirəm, çünki əla alınıb. Sürətli paneldən Quick Share-ə toxunuram. Qarşımıza böyük bir Quick Share paneli açılır. İndi buradan göndərmək üçün toxunaraq qalereyamdan fayllar bölməsinə daxil olub, artıq fayllara keçmədən faylları seç deyib qalereyadan istənilən şəkil və videoları birbaşa paylaşa bilərsiniz. Sənədlər deyib sənədinizi paylaşa bilərsiniz. Digər bölmələrə keçid edib digər fayllarınızı da buradan avtomatik olaraq paylaşa bilərsiniz. Yəni ayrıca File Explorer-ə və ya qalereyaya girmədən bütün fayllarınızı buradan seçib paylaşmaq artıq mümkündür. İnternet brauzerinin də interfeysi müəyyən qədər yeniləyiblər. Artıq daha hamar və yaxşı animasiyalara malikdir. Biraz da görkəmi daha müasir alınıb. Telefonda danışanlar üçün yenə əla bir xüsusiyyət əlavə ediblər. Telefon işarəsinə toxun, ayarlara keçid elə, yeni gələn zəng altyazısına bas. İndi zəng altyazısı funksiyası ilə telefonda söhbət edərkən danışılan hər şey ekranda yazı şəklində görünəcək. Yəni danışdıqlarını ekranda yazılı olaraq görə biləcəksən. Amma təəssüf ki, Azərbaycan dili dəstəyi təbii ki, yoxdur. Yenə də insanların çox olduğu və səs-küylü yerlərdə qarşıdakının nə deyiliyini anlamırsansa, çətin olduğu zaman da artıq danışarkən ekrana baxıb qarşındakının nə dediyini yazı kimi ekranda görə biləcəksən. Android telefonlardan bilirik, istədiyimiz proqramda ekranı ikiyə bölüb rahatca istifadə edə bilirik. Bu hissədə də çox gözəl inkişaf var. Təsadüfi iki proqram böldüm. Əvvəllərdə burada proqramları böyüdüb kiçildə bilirdim. Yəni bu əvvəldə mümkün idi. Amma artıq gəlin bir internet brauzerini açaq və bu proqramı biraz da kiçildə bilirəm ya da yuxarıdan digər proqramı da tənzimləyə bilirəm. Amma indi bölünmüş proqramları demək olar ki 90%-ə qədər kiçildə bilirsən. Yəni baxın belə. İndi demək olar ki, sıfıra yaxın kiçiltmək olur, lazım olarsa etdiyimiz işləri də böyük pəncərədə rahatlıqla görürük. Kamera bölməsində də çox gözəl yeni bir qısa yol əlavə olunub. Normalda kamera açıq olanda, yuxarı və ya aşağı sürüşdürəndə telefon ön və arxa hissədən kamera dəyişdirirdi. İndi də bunu görürsünüz, yəni eyni şeydir. Amma yeni xüsusiyyətlə bu qısa yolu da artıq dəyişə biləcəyik. Burada 4 nöqtəyə toxunun, ayarlara girin, yəni çax simvoluna basın. Ön baxışı yuxarı-aşağı sürüşdürmə bölməsinə daxil olun. İndi bu funksiyanı tamamilə bağlaya da bilərsiniz. Həmçinin əvvəl kimi kameraları dəyişmək də mümkündür. Yaxud da sürətli ayarları aç deyib, bax belə, birbaşa kameramızın qısa yol ayarları ilə zoom dəyərləri arasında keçid edə bilərik. Yəni buranı əvvəl də tək kliklə açmaq olurdu. Yəni mümkün idi. Kameraları dəyişmək funksiyası məncə daha məqbul və daha rahatdır. Yəni tamamilə sizin istifadə tərzinizdən asılıdır. One UI 7 ilə birlikdə AI Select adlanan yeni xüsusiyyətlərimiz də artıq mümkündür. İndi onu daha çox funksiyonel ediblər. Ekranımı açıram, AI Select deyirəm və artıq ətrafını çəkdiyim obyekti birbaşa seçə bilirəm. Samsungda Circle to Search xüsusiyyətindən demək olar ki, gündə 5-10 dəfə istifadə edirəm. Yəni çox istifadə edirəm və çox kullanışlıdır. Bu xüsusiyyəti yenə One UI 8 ilə daha da təkmilləşdiriblər. Baxın, Circle to Search-ı aktivləşdirirəm. Əvvəllər bir obyekt seçəndə tətbiqlər arasında keçid edə bilmirdim. Məsələn, belə aşağı sürüşdürmək istəyəndə başqa yeri seçirdi. Tutaq ki, belə bir seçim etdim. Ekran üzərində gəzmək istəyirəm və görürsünüz ki, mümkün deyil. Bu zaman iki barmağımı ekrana tutub, ekranın istədiyim yerində artıq dolaşa bilirəm. Tutaq ki, aşağı çəkdim və indi buranı seçə bilirəm. Təbii ki, bu telefonda hər yer üçün keçərlidir. Əslində Circle to Search-ü çox daha rahat eləyiblər. Və gəldik sona. Samsungun One UI 8 yenilənməsi sizcə necə idi? Gözləntiləri qarşıladımı, yoxsa yox? Bu haqda fikirlərinizi şərhlərə yazın. Son olaraq isə videonu bəyənməyi unutmayın. İndilik isə sağ olun, salamat qalın. Növbəti videolarımda görüşənədək.